Bismillahirrahmanirrahim. Bağışlayan ve mehriban Allah'ın adıyla. Allah'ın salamı, rəhməti, bərəkəti, əff olsun hər kəsə bizi izləyən əziz və dəyərli televiziya tamaşaçıları. Bir daha Ramazan ayının 3-cü günündə sizləri xoş gördük. Allah Teala hər birinizi salamat eləsin. Allah Teala tuttuğumuz orucuları, edilən duaları bizdən qəbul etsin inşallah. Bugün Ramazanın 3-cü günündə sizə Ramazan və səbr haqqında danışacağıq. Əlbəttə, Ramazanın hər günü bir mesaj, Ramazanın hər bir günü insanlar üçün bir öğüddür, dərsdir. Mən ümid eləyirəm, Ramazan boyunca qəlbimiz kindən, kidurətdən, həsəddən, qeybətdən, yalandan, şəhvətdən inşallah uzaqlaşıb və digər Ramazandan başqa 11 ay, digər günlərdə də biz o əhval-ı ruhiyyə ilə yaşayacağıq. Çünki Ramazan bizə acılıqdan əvvəl səbri öyrədir. Susuzluqdan əvvəl səbri öyrədir. Nəfsə qarşı dayanmağı öyrədir. Ramazan bizə anladır ki, ey Allahın qonağı, sən ilahi ziyafətdəsən. Geyimivə, dilivə, ağlıva, qulağıva və bütün bədən üzvlərinə sahib olmalısan. Ramazan təkcə ac qalmaq deyil, biz bunu dönə-dönə qeyd edirik. Ramazan ağıl, məntiq, təfəkkür və bütünlükdə insan cismini və ruhunu ucalara qaldırır. Ruhu Allahın ərşinə qalxır. Belə olan halda cisminlə yox, ruhunla gəl qulum. Allah bizdən ruh istəyir. 11 ay cismi və xidmət etdin. 11 ay yedin, qidalandın. Bir ay mənim üçün yaşa, Allah üçün yaşa. Bütün fəzilətli insanlar Allah yanında məqama səbirlə çatıbdılar. Baxın, Ramazanın 1-ci günü bizə niyyətimizin saflaşmasını öyrətdi. Dünən Allahın razılığını qazanmağı öyrətdi. Bugün Ramazan bizə səbirli olmağı, davamlı şəkildə bu səbir insanın ruhiyyəsində olmalıdır. Səbir qurtuluşun açarıdır. Səbrin mənaları çoxdur, çox geniş bir səbrin mənaları var. Əgər biz bunu kateqoriyalara, bölgələrə, bölümlərə ayırsaq, səbrin özündə bir ibadətin harmoniyası var, ibadətdə səbir. İbadət edərkən, xüsusilə oruc ibadətində insan səbirli olmalıdır. Bəzi insanlar təəssüf olsun ki, Ramazan ayında bir neçə gün keçəndən sonra iftarı gözləyir. Düzdür, hər kəs iftarı gözləyir. Amma sürətlə tez-tez saata baxmaq, ondan bundan soruşmaq ki, iftar nə zamandır? İftar olacaq. Allah bizdən səbr istəyir. Ona görə ibadətimizdə səbr etmək. İkinci səbir, müsibət və bəlalara səbr etmək. Təbii ki, ağırdır. Nə qədər dil vəsf etsə, səbirli ol, təmkinli ol, dözümlü ol dedikdə insanın içində bir narahatçılıq var, müsibətlərə səbr etmək. O müsibətlərə səbr etmək ki, onların içində xəstəlik var, itki var, maddi çətinlik var, haqsızlıq var və bir də günahın qarşısında, günahdan çəkinmək üçün səbir. Ona görə Ramazan bizə deyir, dilivi tutacaqsan, gözüvi tutacaqsan, qulağı və əlvi tutacaqsan. Dil yalan danışmamalıdır, göz harama baxmamalıdır, qulaq qeybət eşitməməlidir. Ona görə bütün oruç tutan ruhuyla, cismiyle Allah'ın
əmrinə tabi olmalıdır. Yadınızdadır, veriliş başlayanda biz bir başlanğıc, bir anons olaraq bir mövzunu işlədik və Quranın ayəsi ilə başladıq ki, ey iman gətirənlər, sizdən əvvəlki ümmətlərə orucluq vacib edildiyi kimi sizlərə də vacib edildi ki, bunun vasitəsilə pis əməllərdən çəkinəsiniz. Ramazan bizi pis əməllərdən çəkindirir, bizi Allaha yaxınlaşdırır, bizə özümüzü tanıtdırır. Səbir çox böyük nemətdir. Səbir o qədər böyük nemətdir ki, Allahın bizə verdiyi nemətlərin başında səbir. Çünki Allahın adlarından biri Əs-Səbr. Belə bir beyt var. Səbr ilə könül, səbirsiz olma. Cümleyi könlünə yar edən vardır. Dara düşdüm demə, ümidsiz olma. Yox ikən dünyanı var edən vardır. Yox ikən dünyanı var edən vardır. Əlbəttə, mövzular çoxdur. Bugün bizim səhifəmizə, MTV kanalına yazıblar və mən bir neçə sualları oxuyacağım və bizim dəyərli xanımlar, bacılar, analar sual ünvanlayıblar, izləyicilər. Və biz inşallah ümid edirəm o suallara cavab verəcəyik. Hər gün bir neçə suallara cavab versək, inşallah mən ümid edirəm ki, hər şey insanların qəlbicə, könlücə huzur tapacaq və rahatçılıq olacaq. Və mən təbii ki, bu mövzu müstəvisində inşallah fikirlərimi davam edəcəm. Bugün dəyərli bir qonağım var, əziz bir qonağım var. Hər kəs onu sevir, hər kəs onu istəyir, hər kəsin sevilməsinə çevrilir və onun təqdimata ehtiyacı yoxdur. Mirələm, əziz qardaşım, nurlu qardaşım, xoş gəlmisiniz. Ramazanınız mübarək olsun və ümid eləyirəm, siz bu Ramazan işığında, xoş gəldin Ramazanda, sizin də burada avazınız, səsiniz, sözünüz, xeyir-duanız çox önəmlidir. Çünki minlərlə, milyonlarla insanlar sizin pərəstişkarınızdır, sizi sevirlər və nə yaxşı ki, bu gündə Allah fürsət verdi. Ramazanın 3-cü günündə səbir mövzusunda siz də bizə qatıldınız və xoş olar ki, sizdən də bir xeyir dualaq və sonra sizdən bir ilahi xahiş edəcəm. Buyurun, söz sizindir. Təşəkkür edirəm, hacı. Çox sağ olun. Mən də sizə minnətdaram ki, bu əziz bayramda, gözəl bayramda dəvət eləmişsiniz. Tamaşaçılarımızla, xalqımızla bayramlaşırıq. Bütün xalqımızın bu ən müqəddəs bayramlarımızdan biridir. Doğrudur. Hər kəs bu bayramı doğrudan da çox səbirsizliklə gözləyir bu ayı. 11 ayın doğrudan da ən sultanıdır. Və bu bayramda hər kəsə oruclarını səbirlə tutmaqlarını arzu edirəm mən də. Allah qəbul eləsin orucumuzu və xalqımıza gözəl günlər. Amin. Allah millətimizi, xalqımızı daim hifz eləsin. Amin. Bu bayramların xatirinə. Amin. Hələ təbii ki, biz veriliş boyu bircə olacaq inşallah. Hələ tələsməyək, səbr eləyək. Hələ intisarda da qoy qalsınlar ki, sizdən bir ilahi alacaq. Həqiqətən mövzu çox aktual bir mövzudur, həssas bir mövzudur. Mən bəzən yol gedərkən, cəmiyyətin arasında olarkən, gənclərimizdə səbirsizlik çoxdur və bəzən orta nəsil insanlar sadəcə elə bil sanki içində bir narahatçılıq var, gərginlik var. Amma insan bunu anlamalıdır ki, qarşımıza hər hansı bir çətinlik çıxdığı zaman xeyir qarşıdadır. Hər bir çətinlikdən sonra xeyir var. Yəni, ola bilər insanın, ola bilər bir qapıya gedir, bir dəfə işi alınmır, 2 dəfə gedir, alınmır və sonunda o qapı döyüləcək və bir gün o qapını bizim üzümüzə açan olacaq və bütünlükdə problem, çətinliklərimiz bitəcək. Amma məsələ nədən ibarətdir? Məsələ bundan ibarətdir ki, insan istəyir ki, hər şeyi insan
tez həll etsin, əldə etsin. Amma Quran-ı Kərimin təbiricə desək, insan unutqandır. İnsan səbirsizdir. İnsan nankordur. İnsan biraz səbr etməlidir. Səbr etməlidir. Çətinlik səbrin içindədir. Səbrin içində böyük mərhəmət var, böyük sevgi var. Allah quluna tamaşa eləyir. Ey qulum, sən səbr edəcəksən. Qarşıva dünya çətinlikləri çıxacaq. Sən o çətinlikdə səbrin həddini biləcəksən. Çünki səbr o qədər ali bir məqamdır ki, Allah Teala Quran-ı Kərimdə bir neçə insanları sevir. Hətta bunu Quran buyurur. İnnallaha yuhibbu. Yəni Allah Teala sevir kimləri? Allah Teala ihsan edənləri, yaxşılıq edənləri. Baxın, Ramazanda mən özüm hiss edirəm, görürəm ki, insanlar paylaşır. İnsanlar yardımlaşır. Hər zaman deyirəm, sevdiyimiz zaman deyil, sevdirdiyimiz zaman. Geydiyimiz zaman deyil, geyindirdiyimiz zaman. Yediyimiz zaman deyil, yedirdiyimiz zaman bayram olur. Bayramın kökündə mən vurğusu yoxdur. Biz sevinəndə bayram olur. Cəmiyyət toplum şəklində sevinir və o zaman Allah o cəmiyyətə, o insanlara bir lütf bəxş eləyir. Allah yaxşılıq edənləri sevir. İnnəllâhe yuhibbus sabirin. Allah səbr edənləri sevər. İnnəllâhe yuhibbul mutatahhirin. Allah pak insanları sevər. İnsan əgər ruhuna sual verə ki, mən kiməm? Hardan gəlmişəm? Hara gedəcəyəm? Bunu düşünən insan həyatda heç zaman səbirsiz olmaz. İnsan həyatda heç zaman nankor olmaz. Mən əziz izləyicilərimizə Quran-ı Kərimdən xırda bir dastanı danışmaq istəyirəm və sonra əziz dəyərli qardaşım Mirələm qardaşımdan bir gözəl ilahi eşidəcəyik inşallah. Quran-ı Kərimdə adı xüsusilə vurğulanan səbir nümunələrindən biri olan Həzrəti Əyyub. Həzrəti Əyyub, ona səbrin zirvəsi deyirdilər. O çox varlı bir adam idi, sağlam idi, övladları var idi, çox rahat bir həyat sürürdü. Dünya çətinliklərindən kənarda idi, günlərin bir günü imtihan olundu. Övladları əlindən getdi, malını itirdi, övladlarını itirdi, sağlamlığını itirdi, cəmiyyətdə tək qaldı. Hər kəs atdı, ətrafında yüzlərlə insanlar, növbədə dayanıb ona salam eləyən insanlar, ey Əyyub, kefin, halın necədir deyənlər, artıq bu bəla gələndən sonra, imtihan gələndən sonra hər kəs uzaqlaşdı, doğmalar da uzaqlaşdı. Bədənində ağır xəstəliklər, çox ağır bir xəstəliklər yarandı. Günü-gündən xəstəlikləri çoxalır, ağırlaşır. İnsanlar ondan tamamilə uzaqlaşdı xəstəliyinə görə. Amma o bir şey itirmədi. Allaha güvənini, Allaha etimadını, Allaha inamını itirmədi. Hər şeyi itirsə də Allaha güvənini, inamını itirmədi. O qədər səbr etdi, o qədər səbr etdi. Quran onun barəsində Əl-Ənbiya surəsinin 83-cü ayəsində buyurur: "Və Əyyubə iznədə Rabbəh ənni məssəniyyəd-dur və əntə ərhamur rahimin." Əyyub Peyğəmbər Allaha, Rəbbinə belə nida etdi: Ey Rəbbim, ey Rəbbim, mənə zərər toxundu. Sən isə mərhəmətlilərin mərhəmətlisisən. Ya Rəbbim, sən mənim halımı görürsən. Diqqət çəkən məqam var burada. O demədi, ya Rəbb, niyə mən?
demədi ki, bu qədər yetər. Demədi ki, Rəbbim, mənim nə günahım var idi ki, bu günahlara görə mən belə imtahanlara üzləşdim, imtahanlarla rastlaşdım. Sadəcə halını dedi, şikayət etmədi, dua etdi, ümidini itirmədi. Ruhunu qorudu Həzrəti Əyyub, səbr etdi. Quran buyurur, bu qədər Əyyub Peyğəmbərin səbrinin nəticəsində biz onun duasını qəbul etdik və Əyyuba şəfa verdik. Görün, Allah Teala Sad surəsində nə buyurur? Buyurur ki, biz ona səbr edənlərdən qərar verdik, biz onu səbirli gördük. Ni'məl əbd. Bu söz insanın için paramparça eləyir. İnsanı düşünməyə dəvət eləyir. Ni'məl əbd. Nə deməkdir bu ni'məl əbd? O necə də gözəl bəndə idi. Bunu kim vəsf eləyir? Allah vəsf eləyir. Həzrəti Əyyubun səbrində 3 böyük dərs var. Mən əziz televiziya tamaşaçılarından lütfən rica eləyirəm, diqqət etsinlər. Bu bir dastan deyil, bu bir nağıl deyil, bu bir hikayə deyil. Bu bir insanın, Peyğəmbərin, Allahın sevdiği bir insanın bir imtihanıdır. O hər birimizin başına gələ bilər. Birinci səbir, səssizliyin səbridir. Səssizlik iman formasıdır. Yəni, öz dərdini Allahdan başqa kiməsə demədi, hayqırmadı, heç kəsə öz dərdini açmadı, fəryad etmədi, üsyan etmədi. Səbir zamanla ölçülür. Onun imtihanı bir gün deyil, bir ay deyil, illər deyil, uzun bir xəstəlik sürdü. Ən nəhayət 3-cü Həzrəti Əyyubdan alacaq dərsimiz nəticəsiz qalmadı. Yəni Allah, ey Əyyub, mən sənin xəstəliyini görürəm. İnsanlar var, balaca bir dərd baş verəndə bütün ətrafa yayılır. Öz dərdini izhar eləyir, öz dərdini bəyan eləyir. Nə olar? İnsanın pulu olmaz. İnsanın canı xəstə olar. İnsan evsiz olar. İnsan nəyəsə ehtiyacı olar, amma Rəbbinə dərdividir. Çünki sənin halından o xəbərdardır. Səhv eləmirəmsə, Füzulidə belə bir beyt var. Qafil olmaz dərdidən, dərdə giriftar eyləyən. Qafil olmaz dərdidən, dərdə giriftar eyləyən, aşiq-i sadiq deyil, dərdini izhar eyləyən. Əl çəkin dərdim əlacından ki, təhqiq etmişəm, istəsə səhhət verər, bimara bimar eyləyən. Hər şey onun əlindədir. Bizi yoxdan var edən, bizi danışdıran, bizi yaşadan, əgər həyatımız dağılıbsa, əgər doğmalarımızı itirmişiksə, əgər bədənimiz yorulubsa, unutmayaq ki, Həzrəti Əyyub Peyğəmbərin başına gələn hadisələr sağlamlığını itirdi, amma Allahı itirmədi, Allahı unutmadı. Allah onu hər iki cahanda ucatdı. Budur səbrin məqamı, budur səbrin böyüklüyü. Əlbəttə bu ab-havada dəyərli qardaşımla, Mirələmdən bir ilahi istəyərdim. Gördüm, mən danışa-danışa düşünürsünüz. Əslində düşünmək özü çox böyük ibadətdir. Hədislərdə də qeyd olunub. Mən hər hansı bir fikri deyirəmsə, mənim içimdən gəlir. Siz danışdıqda çox üzr istəyirəm. O qədər gözəl bir mövzudur ki, siz danışdıqca insan doğrudan o hadisələr ki, insanın beynindən, fikrindən keçir. Hər bir mövzuda, hər bir attığın addımda səbir böyük bir qüvvədir. Böyük qüvvədir. Elə qarşıma bir dənə hal çıxa bilər, çətinliklər çıxa bilər ki, inanın, həyatımda olub. Getmişəm bir qapıya, alınmayıb. Getmişəm bir işin dalıcı, alınmayıb. Amma geri qaydanda insanım da təbii ki, məyusluğum olub. 10 gündən sonra
anlamışam ki, Allah sadəcə o halı mənə yaşadıb ki, nə yaxşı ki alınmadı, nə yaxşı ki düzəlmədi. Yəni insanlar buradan bir nəticə alsınlar ki və biz o nəticənin içində olmalıyıq ki, yəni getdiyimiz, döydüyümüz qapıdan bəlkə də alınan bir xeyir olarsa, o sabah sənin ziyanlı olacaq. Quran-ı Kərimin ayəsi var. Hər xeyir sənə xeyir gətirməz, hər şər də sənə ziyan gətirməz. Hər bir sonluğu nəticələnən bir aqibət deyilən bir şey var. Yəni biz hər zaman dualarda nə deyirik? Ey Rəbbim, aqibətimizi, sonluğumuzu xeyirli elə. Yəni bizim sonluğumuz təbii ki, xeyirli olarsa yaxşı olar. İnsan səbrlə, çətinliklə böyüyür, inkişaf eləyir. Təsəvvür edin, bir uşaq ağlamasa, körpə ikən ana ona süd verməz. Uşaq ağlaması süd verməz. Biz o çətinliyə girmədən inkişaf eləyə bilmərik. İmtahanları görməsək inkişaf eləyə bilmərik. Yəni bu məqamlara çatmaq hələ belə deyil. Bugün bizi canlı izləyən hər kəsə mən üst tutaraq bu sualı verirəm. Kim rahat yaşayıb? Mən şəxsən öz timsalımda deyirəm. Bu günə qədər Mirələm, Hacı Surxay və bizi milyonlarla insanlar izləyir. Onlar, hər kəs zəhmət çəkib. Zəhmətsiz xəzinə toplamaq olmaz. Səbrlə, əziyyətlə, gecələri yatmamışıq. İnanın mənə, Ramazan başlayandan bu günə qədər, təbii ki, bugün MTV Azərbaycanda canlı kanalda biz canlı yayım aparırıq. Amma səhər kütləvi informasiya vasitələri hesabat vermək, onlarla müzakirə eləmək, Ramazanın fəlsəfəsindən, gözəlliyindən, fəzilətindən hər kəs istəyir məmnun olsun. Və yaxud sosial platformalarımızda. Baxın, saat 6-da bizim MTV canlı bitəcək, dərhal Hacı Surxay Məmmədli YouTube kanalında canlı olacaq. Yəni, insanların ehtiyacı var. İnsanlar Ramazanın 3-cü ili bilməlidir ki, Allah Ramazanda məni səbirli qərar versin və səbirli qərar verib bugün səbrə başlayaq. Bugün səbirsizliyimizə müalicə edək. Və mən bunu deyim, Ramazan bir müalicədir. Mənəvi müalicədir. Misal, təsəvvür edin, biz bədənimizdə hər hansı bir xəstəlik olduğu zaman həkimə gedirik, müraciət edirik. Çünki cismin müalicəsi həkim əlindədir. Həkimə gedib cismimizdə olan narahatçılıqlarımızı deyərik. Ruhun həkimi Allahdır. Ruhani, ruhun həkimi Allahdır. Allah buyurur ki, illik ki, check-up eləyirsən, gedirsən həkimlərə, deyirsən check-up olunmalısan, Ramazan bizim illik check-up'ımızdır. Əgər səbir yoxdursa, biz o check-up'dan keçməliyik, Quranın check-up'ından. Səbir öyrənəcək Həzrəti Əyyubun timsalında, Həzrəti Nuhun timsalında. Əgər bizdə yalan, söyüş, iftira, öz saadətimizdən ötəri başqasını bədbəxt etmək varsa, Allah göstərməsin, Allah uzaq etsin, onlara müalicə edəcək. Bu Quran ayında müalicə edəcək. Yəni, Quran bizim önümüzdədir. Biz Qurandan sadəcə ərəb dilində oxumaq yox, anlamaq. Mən hər zaman deyirəm, yetər ki, bir ayəni, dünən də canlı verilişdə qeyd etdim, yetər ki, bir ayəni bil, tərcüməsini anla və onunla yaşa. Quran bizim ruhumuzu, Ramazan bizim ruhumuzu yaşatmaqsındır. Ona görə bu ruhun qidası ki, Qurandır, cismin də qidası bir ilahidir. Nə gözəl olar. Əgər sözünüz varsa buyurun. Çox sağ olun. Doğrudan o qədər gözəl bir mövzudur ki, hər bir insan axtardığı və hər an ona ehtiyacı olan bir Təşəkkür edirəm. Allah sizdən razı olsun inşallah. Buyurun, söz sizindir inşallah.
Düşünce yüzünde parlayan güneş, gören bu dünyanın necəsidir. Karanlık aleme uyayan güneş, özünün nurunun bir zerresidir. Şaşırtayım dadıma, beni yaparsın gülerek. Küçülürüm gitgide, bu dünyanın gözündeyim. Küçülürüm gitgide, bu dünyanın gözündeyim. Acizdir şenini vesfededirler. Onun üstünlüğü ölçülü gelmez. Ötsə də fəsillər, keçsə də yer, bu sevda tükənməz, bu sevgi. Gözlerin gezip, geceler gözünden, mecnun olup kalmışam, tenha çölün düzünden. Çox təşəkkür eləyirəm. Əziz qardaş, çox təşəkkür eləyirəm. Allah səsə bərəkət versin. Həqiqətən çox gözəl ilahidir. İnsanın ruhuna, cisminə təsir eləyən ilahidir. Ümumiyyətlə, inşallah ümid eləyirəm ki, verilişlər boyu hələ Ramazanımız davam edir. Yenə də növbəti həftələrdə, günlərdə ümid eləyirəm ki, bu mənəvi bir aləmdə inşallah bizlərlə bir yerdə olasınız. Çox təşəkkür eləyirəm. Allah səsinizə bərəkət versin. Səs özü də bir ilahi nemətdir. Bu səsi Allah yolunda sərf etmək əlbəttə ki, nə xoş sizin halınıza. Sözünüz varmı? Çox sağ olun, çox sağ olun. Minnətdarlığımı bildirirəm. Deməli, bizə dünəndən dəyərli, əziz bacılarım və bizi canlı izləyən hər kəsə buradan bir daha Allah ibadətlərinizi, dualarınızı, oruclarınızı qəbul etsin. Allahdan nə istəyiniz varsa Ramazanın sonuna qədər hacətlərinizə Allah sizi çatdırsın. Bizə bacılarımızdan sual yazıblar, bir neçə sual və mən istəyirəm onu bugün canlı olaraq sizlərlə bölüşəm. Mənə hər zaman sual verirlər ki, xanımlar, Ramazan ayı gələndə saça boya qoymaq məsələsi. Yəni, Ramazanda saça boya qoymaq olar ya yox. Əslində, sağ olsunlar ki, diqqət eləyirlər bu məsələlərə. Ramazanda saça boya qoymaq xüsusilə xanımlara şamildir. Heç bir çətinlik yaratmır. Oruca heç bir narahatçılıq xələl gətirməz. Ümid eləyirəm inşallah bu oruculuqla heç bir narahatçılıq yaratmır. Bir də ətirlə bağlı, ətir vurmaq məsələsi. Bəli, ətir vurmaq ümumiyyətlə Allah gözəldir və gözəllikləri sevir. İnsan ətirlənməlidir. Bunun orucu batil edən şərtlərə heç bir aidiyyəti yoxdur. Və iynə vurdurmaqla bağlı bəzi insanlar hətta məndən soruşurlar ki, dişlərinə müalicə Ramazanda etdirə bilərlərmi? Dişlərinin dibləri qanlayır, bəzən ona müalicə etdirmək və ya iynə vurdurmaq. Əlbəttə,
iynə vurdura bilər. Yalnız fikir müxtəlifliyi var ki, bəzən qida baxımından insan sistem vurur, yəni artıq onun bədəninə o qan vasitəsilə daxil olur. Burada biraz bəzi məqamlarda şübhələr var, amma iynə vurdurmaq, insan ola bilər halsız olsun və ya xəstədir, Allah bütün xəstələrə şəfa versin, o iynəni vurdura bilər, yəni bunun orucuna heç bir aidiyyəti yoxdur. Və bugün Ramazan ayının 3-üdür və mən keçən səfərdə demişdim, Azərbaycanın üfüqü var, xətti var, meridian xətti var, Qafqaz Müsəlmanlar İdarəsi və Şamaxı Astrofizika Rəsədxanasının verdiyi cədvəl də artıq bizim əlimizdədir. Bugün Ramazan ayının 3-üdür, 21 fevral, səhv etmirəmsə, İnşallah Allah nəsib etsin, iftarımız, yəni məğrib azanı 18:37-də olacaq. Bir dəqiqə əslində çoxalır, amma bugün belədir və bəzi bölgələrdə, hər zaman mən deyirəm, bölgələrimizdə Bakı vaxtı ilə biz elan edəndə, onlar Bakı vaxtı ilə iftar edirlər. Amma xeyr, belə deyil, Xankəndi, Şuşa 11 dəqiqə sonra fərq edir, mən qeydlər aparmışam. Lənkəran, Astara 3 dəqiqə sonra, yəni Bakıdan sonra, Tovuz, Qazax 19 dəqiqə sonra, Gəncə, Şəmkir 14 dəqiqə sonra iftar edəcəklər. Mərkəzi Aran rayonları 5-7 dəqiqə, Naxçıvan isə 17 dəqiqə inşallah zamanında iftar edəcəklər. Allah Teala bütün dualarımızı, ibadətlərimizi qəbul etsin. Ramazan nə xoş, nə xoş ki, Allah bizə bu Ramazanı yaşatdı. Ramazan ayının fəlsəfəsi eyni zamanda həm dərdlilikdir. Ramazan biri digərinin evinə gedir, iftar süfrəsinə, ona yardım eləyir, ona halın izah eləyir və Ramazanın necə keçdiyini soruşur. Yəni, bu həm dərdlilik budur. Dinimizin əsas qayəsi insanları bir-birinə vəhdətdə olmağa çağırır. Din budur, insanlıq budur. Ramazan bircə olduğumuz zaman, bayaqları qeyd etdim, mən bayram etdim deyil, bizim bayramımız bayram olur. O zaman insan sevinir. Əgər orucun anlayışını, orucun dəyərini cəmiyyətdə geniş şəkildə yayılarsa, cəmiyyət bunu düz şəkildə, formalı şəkildə insanlara anlada bilərsə, heç zaman insanlar arasında ixtilaflar olmaz. İnsanlar bir-biri ilə mehriban olar, bir-biri ilə yanaşı olaraq Allaha doğru hərəkət edərlər. Ramazan ayı məhz bu ictimai vəhdətin təmin edən ən mühüm ibadətlərdən biridir. Ona görə qəlbin ibadəti, ruhumun ibadəti. Bəzi ibadətlər var, o ibadətlər görünür, şəkli var. Yəni, namaz qılıram, orada mən rituallar, əməllər eləyirəm, mənim oturmağım, durmağım kimsə tərəfindən görünür. Bəzi əməllər var ki, o əməllər görünmür. Bəzi zikirlər var ki, görünmür. O qəlbdədir. Mən orucu tutduğum zaman özüm bilirəm mən orucam. Bəzən bu məsələyə də qayıdım. Deyirlər ki, mən oruç tutdum. Bu mənim subyektiv fikrimdir, şəxsi fikrimdir. Mən deyirəm ki, oruc səni tutub, ya sən orucu tutmusan. Burada məqam bundan ibarətdir ki, mən orucu tutmuşam, ya oruc məni tutub. Oruc məni tutub, oruc bizi tutub. Necə tutub? Diri tutub. Oruc bizi ayaq üstə tutub. Yəni, oruc bizi dik saxlamağı, iradəmizi, vicdanımızı, ağlımızı dik saxlamağı öyrədir. Ona görə orucluq bu mənəvi və məxfi bir ibadətdir. İnsan həccə gedir, həccə getdiyi zaman o ayinləri icra edərkən artıq insanlar bilir ki, bu belədir. Səbrin özündə iki mərhələ var. Şükür və səbir. Səbri şükürdən ayırmaq olmaz, şükürü də səbirdən. Elə zikirlər də var ki, bu zikirlər qəlbin zikridir. Məsələn, La ilahə illallah. Onu insan deyəndə dodaq tərpənməz. Çox zikirlər var ki, kənardan diqqəti cəlb edir. Amma La ilahə illallah insanın ruhunun zikridir. Qəlbinin zikridir. Dodaq tərpənməz.
Mən ümid eləyirəm, artıq bizə verilən vaxt yaxınlaşır. Neçə dəqiqə təqribən bizim vaxtımız var. Duaların vaxtıdır. İnşallah mən ümid eləyirəm, hər kəs bizimlə duaya qoşulur. Dua bir daha insanların sipəridir, qalxanıdır. Dua ilə Allaha yaxınlaşaq. Çünki Allah Quranda buyurur ki, məni çağırın, mən də sizin dualarınızı qəbul edim. Biz dualara qoşularaq əllərimiz Allahın dərgahında olsun. Ey Rəbbim, ey Malikəl Mülk, özün Quran-ı Kərimdə vədə vermisən, qulum, gəl mənim qapıma, məndən istə. Məni çağır, mən də sənin dualarını qəbul edim. Ramazan ayının bərəkətli günlərini yaşayırıq. Allahım, ümid eləyirəm sənin qapıva gələn qul, günahkar olsa da belə, sən onu əff edəcəksən. Çünki qulun işi, qulun vəzifəsi xəta etmək, sultanın vəzifəsi əff etmək, bağışlamaqdır. Ya Rəbbim, sən sultansan, biz quluq, sultanlığımın xatirinə günahlarımızı əff elə. Əllərimizi məyus qaytarma. Ey Rəbbim, duaya möhtacıq. Bizim duadan başqa bir çıxış yolumuz yoxdur. İlahi, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə. Özün buyurmusan Quranda, la yukellifullahu nəfsən illa vus'aha. İnsanın gücü çata bilməyəcək bir yükü insana yükləmərəm. Bizim gücümüz çatmır. Elə işlər var ki, biz ona dözə bilmirik, biz ona səbirsizik. Ya Rəbbim, bizə güc, səbir və iradə möhkəmliyi ver, ya Rəbbim. Biz zəifik, gücsüzük, imtihanlardan çıxa bilmirik. Rəhmətinlə muamilə et bizlərlə, ya Rəbbim. İlahi, sənin adlarından biri də Əl-Vədud, Əl-Vədud, çox sevən və çox sevilən Allah. Bizi, ya Rəbbim, öz sevgindən ayrı salma, öz yanında sevilən qullardan et, ya Rəbbim. Sənin adlarından biri də Əl-Qəfur, Əl-Qəffar, çox bağışlayansan. Bağışlanmamış bizləri bu aləmdən axirətə aparma, ya Rəbbim. Şəhidlərimizin ruhlarını şad elə. İlahi, qazilərimizə, yaralılarımıza, xəstələrimizə və xəstəxanada olanlara acil şəfalar ver. İlahi, övladı olmayanlara övlad lütf elə, borcu olanların borcularını əda elə. Ya Rəbbim, üç rəyli bayrağımızı başımızın üstündən əski etmə. Dünya bayraqlarının içində Azərbaycan bayrağımızı, üç rəyli bayrağımızı uca et. İlahi, dövlətimizi, xalqımızı, millətimizi, ölkəmizi, ölkə rəhbərimizi qoru, ya Rəbbim. Fitnələrdən, şərlərdən, yeraltı, yerüstü təbii fəlakətlərdən qoru, ya Rəbbim. İlahi, insan üçün ən böyük nemət onun ağlıdır. Ağlımızı, vicdanımızı, iradəmizi əlimizdən alma. Sənə qul olaraq gəldiyi qapıva. İlahi, mən ümid eləyirəm, inanıram bu rəhmət ayva, bağışlamaq və əff ayva xatir Allah bizim və bizdən sonra olan nəsillərimizin günahlarını əff et. Gənclərimizə tövbə nəsib elə. Dua istəyənlər olubdular, ilahi, bizdən dua istəyənlər var. Hər kim nə istəyir, ya Rəbbim, onların niyyətin xeyrə vəsilə elə. Sənə sığınıram, səndən başqa yardımçın yox. Hər bir qapıya getsəm, o qapını döyərəm, minnət qoyular. Qovularam.
Amma sənin qapın minnətsizdir. Öz qapından məni qovma ya Rabbim. İlahi, qiyamət günündə əməllər kitabımı sağ əlimə əta et. İlahi, elə insanlar var ki, bu günləri məndən istəyib, dua istəyiblər, onların doğmalarını itirib, analarımızı əlimizdən vermişik, valideynlərimizi əllərimizdən vermişik, onların üzləri torpaqda, gözləri bizdədir, onların ruhlarını şad elə. Ya Rabbim, sənə and verirəm cəlalının xatirinə, Azərbaycan və Azərbaycan hududlarından kənarda olan, Azərbaycanı, min məmləkəti sevən soydaşlarımızı, elə övladlarımız var, kənarda təhsil alır, elm oxuyur, halal ruzu üçün qazanca gedib, İlahi, müvəffəq elə. İlahi, sənə and verirəm cəlalının xatirinə, illərlə minarələrdən, mənbərlərdən dua etmişdik, İlahi, Qarabağımızı qaytar. Ya Rabbim, bugün Qarabağımızda, bütöv Azərbaycanımızda minarələrdən azan səsləri gəlir. Azan səslərin kəsmə ya Rabbim. Son Ramazandan qərar vermə ya Rabbim. Sənə and verirəm mərhəmətivə. Sən güc, qüdrət və əzəmət sahibisən. Sən mehribansan ya Rabbim. İlahi, ölənə kimi ağlımızı əlimizdən alma. İlahi, sənə and verirəm cəlalının xatirinə. Əskərlərimizi qoru, zabitlərimizi qoru, vətəninə, dövlətinə xidmət eləyənləri qoru, fitnələri bizdən uzaq elə. Daxili və xarici düşmənlərimizə fürsət vermə ya Rabbim. Torpağımızı qoru ya Rabbim, ölkəmizi qoru ya Rabbim. Sən mehribansan, sən bu ayın xatirinə ümid eləyirəm, dualarımızı qəbul eləyərsən. Amin, amin, amin ya Rabbəl aləmin. Allah bütün dualarımızı qəbul etsin. Allaha qalxan əllər inşallah geri çevrilməz. Mən inşallah bu duanı ürəklə etdim ki, hər kəs bu duada bir məmnunluq hissi yaşadı. İnşallah ümid eləyirəm, sabahda, eyni zamanda, eyni vaxtda bu məkanda canlı olaraq MTV Azərbaycanda sizlərlə görüşmək ümidi ilə Allah dualarımızı qəbul etsin və mən ümid eləyirəm, Allah Teala bizə sabahki və digər Ramazanın sonuna qədər bütün istəklərimizi, hacətlərimizi Allah Teala bizə verəcək. Çünki Ramazan bizə mərhəmətdir, Ramazan bizə gözəllik verir. Ramazanın əvvəli rəhmət ayıdır, ortası bağışlanma və sonu cəhənnəm atəşindən qurtuluşdur. Ümid eləyirəm, Ramazanın sonunda Allah bütün günahlarımızı bağışlayacaq, yeni aylara, yeni nəfəslə, yeni gözəlliklə inşallah daxil olacaq və ümid eləyirəm, inşallah Azərbaycanımız da günü-gündən çiçəklənir. Allah Teala hər kəsə yar və yardımcı olsun. Allahın amanında olaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Görüşmək ümidi ilə inşallah.